Deməli, belə. Hal-hazırda əlimizdə olan sınaq nə sınağıdır? Deməli, biz bütün 9-lara düşmüş sınaqları, daha doğrusu 9-lara düşmüş əvvəlki illərin imtahanlarını işləmişik. Ona görə bəzən mənim sınaqlarımı, bəzən isə OTK-nın Nikolayın vaxtında qalmış sınaqlarını işləyirik. Hansı ki, biz onları işləməmişik. Çünki niyə də olmasın, deyilmi? İndi bu 2 fevral 2025-ci ildə niyə qısaca yazmıram? Çox maraqlıdır. Çox maraqlı bir tarixdə belə keçirilmiş bir sınaq imtahanıdır. 9-cu sinifdir. Bunu bugün izah edəcəyik və mən artıq başlamaq istəyirəm. Bizimlə birlikdə kimlər izah vermək istəyir bugün? Əllərini qaldırsın, zəhmət olmasa izah vermək istəyən şəxslər. Kim ki izah vermək istəyir, onları dindirək. Ümid edirəm, hər kəs əlini qaldırar. Qəşəng reylər seçmək lazımdır, düzdür. Görək əllərini kimlər qaldırıb. Okay. İlk sualı bizə izah eləyər Vəfa. İkinci sualı bizə izah eləyər İnci. ING. Sənin adını beləcə yazmaq kifayət eləyir, İnci. İNG. Bilsən niyə? Çünki, bax bu in, sonra G. Keçən dərs fikir verdim ki, adın İNG-yə oxşuyur. İndi də fikir verirəm ki, həqiqətən o səsi verir. Nəysə. 58-ə baxsaq, buna da fidanla baxacaq. Aha, çünki əllərinizi qaldırmısınız. Buyur Vəfa. Deməli, hətta demişəm, onu çıxaram. Sonra C-də tusu yoxdur, onu çıxaram. Qalan normalda hamısı düz gəlir. Deməli, have to-nu çıxaram, çünki keçmiş zamandadır. Had to olar da. Bəli, bəs A-na niyə çıxdın? Tərcüməyə görə baxanda çıxmaq olmur. Tərcümə ilə bu ikisi eyni mənaya gəlir axı. Hətta B də eyni mənaya gəlir. Tərcümə ilə bilmirəm. Cümlənin sifətinə heç baxmamışam. Heç baxmaq istəmirəm cümləyə. Ərinirəm. Variantlara baxmaq istəyirəm. A, B, D-də qalmışdım. B-ni çıxdın. Halbuki A, B, D üçü də eyni mənaya gəlir. Sadəcə olaraq zaman fərqi var. İndi onu mənə bir çatdır görüm hələ nə tər zaman fərqi var. Məsələn, əlbəttə ki bilirik. B ilə D bu keçmişdi, bu indikidir. Okay. Bəs masla həddinin arasındakı fərq nədir? Mas indiki zamandadır. Bizə mas nə deməkdir? Must have to deməkdir. Və yaxud ikinci şəxsə görə has to. Eyni mənaya gəlir. Tamam mı? Tamam. Ona görə yes. Ona görə nə zaman ki yadınıza gəlir deyirəm ki zərətqamız az imiş. İndi zərətqa taxacağam. Though ilə although olanda ikisini çıxın ya da ki ikisini də götürün. İndi baxırdı, indi nə cür təsəvvür milyarddan əsən görmüşük indi onu. Çünki əgər ki belə A variantında although verib, B variantında da though veribsə, ikisi eyni mənaya görə. Onda gedim mən də ikisini də yazım. Sən də oyun götürəndə nə edəcəkdir? Əlbəttə ki, səhv yazacaq. Çünki 2 dənə cavab mı olur? Bir cavab götürülür. Düzdürmü? Və deməli ikisini də veribsə, deməli ikisini də istəmir. İndi burada da bu ikisi eyni mənaya gəlirsə, deməli ikisini də istəmir. Amma burada keçmişdi. Bu indi qaydan uyğunlaşmır. Keçmişlə də keçmişi uzlaşdırırıq bu şəkildə. İndi bir dənə də sual verim Vəfa sənə. Hadn't to deyə bir şey yoxdur dedin. Bəs nə var? Don't have, had to var. Baxaq görək dəqiq mi dedin? Bir yerdə səhvin oldu. Had to olar da. Burası düzdür, okey, bəs bu? Sən zamanı dəyişdin. Bu keçmişdə də, bu indikidədir.
Hə, did olasıdır. Yes, didn't. Daşdı. Yes, didn't have to. Good job. Tərcümə edək cümləni. Deyir ki, tələbələr universitetə hazırlaşın Göbələk. tələb Göbələk. Bu birinci buranı bax. Niyə birinci buranı bax dedim? Sən niyə? Çünki bax özün də gördün ki, bura Word-da da keçmişdədir. Avtomatik baxdın ki, burada keçmiş olmalı. Sən onu bunu bilirsən. Sən bunu bilirsənsə, deməli sən when-in falan burada zaman bağlayıcısı olduğunu da bilirsən. Bu o deməkdir. İndi sən onu bilirsənsə, sən onu da bilməlisən ki, zaman bağlayıcısı bilirsən hansı cümlənin içində gedir. İndi adam bilmir ki, bu when bura mı aiddir, bura mı aid? Özündən sonraki gələn cümlənin içərisinə daxildir. Bu when anda əndə deməkdir də, biz bunu bilirik. Anda əndə. Amma hansı feil? Və burada 2 dənə feil var. Word'un da var. Burada da had to. İndi hansının anda əndəsidir? Məsələn, gəl əndə yoxsa gedəndə? Mən nə bilim hansındır. İndi bunu demək üçün baxırıq ki, when-dan sonra həmişə before-dan sonraya baxırıq, after-dan sonraya baxırıq və o şəkildə tərcümə edirik. Başda görək indi. Onda deyir ki, onlar universitetdə oxuyarkən, yəni universitetdə oxuyanda deyir ki, şagirdlər universitet oxuyanda çətinlik çəkirlər. They had to study hard. Hazırlaşanda. No, actually, hard is not difficult. Okay, technically it is difficult. But hard is an adverb. Bu da adverbdir. Adverb olanda bu çətin demək deyil. Çox çalışmaq deməkdir. Yes. Yes. Əgər ki hard adjectivin qabağında gəlirsə, mənim qurduğum cümlənin məntiqsizliyinə baxın uşaqlar. Adjectivin qabağında gəlmir. Bu zaten özü adjectivdir. Bu noun qabağında gələndə, deməli bu nə oldu? Adjective oldu. Adjective olanda çətin deməkdir. Difficult, challenging, okay. Amma əgər ki verbdən sonra gəlirsə hard, bu bizə nə deməkdir? Nə bilim nə deməkdir? Hə, bu adverbdir. Və əzmlə, çox çalışmaq falan deməkdir bu şəkildə. Hardlı nədir bə? Zəfdir. Zəfdir, okey. Bəs nə deməkdir? O da çətin deyil. Çətin ki. Yox, bax burada adverbdir, burada da adjectivedir. Deməli bu həm adverb oldu, həm adjective oldu. Deməli bunun sonuna ll əlavə edəndə bu adverb olmadı. Bu mənası dəyişdi. Bu deməli başqa bir sözdür. Yaxşı ki soruşdum. Deməli hardly bizə nə deməkdir? Hardly-ni harda görsən notla əvəz eləyə bilərsən. Bizə nə deməkdir? Çətin. İmkan mənasını verirdi. Daha bəli, indi yadıma düşdü. Əgər mənasını deyə, çətin ki demək. Məsələn deyirəm, çətin ki taparsan bunu. Cümlənin içində mənfi yoxdur. Amma tapanmazsan deməkdir bu şəkildə. Bəs yaxşı, hardly-nin sinonimi nədir dostlar? Kim bilir? Difficult. No, difficult adjectivedir. Və difficult-ın not mənası yoxdur. Mən bir dəqiqə. C ilə başlayır. L-yı ilə də tutarır. Scarcely. Yes. Good job. Bu şəkildə. Bunlar da oldu sinonimlər. Deməli nə oldu? Bizim dosyamız hard həm adjectivedir, həm də ki adverbdir. Bəziləri var, həqiqətən də o cürdür. Gəlsəniz onları görək bir. Gəlin onları görək. Çünki maraqlıdır, mənası dəyişir. Mənasıyla verirmi? Qabağımıza düşür. Həqiqətən çıxır qabağımıza. Hətta birini də sizə göstərəcəm. Məsələn, high nə deməkdir? Highly nə deməkdir? Bunu bir fikirləşin, mən də ona kimi qoy gedim şey tapım. Gülmə şəkər cədvəli. Bax. Buradakı sözlərin hamısı həm adjectivedir, həm də ki adverbdir.
hard sözü hardadır? Bax, buradadır. Elə qırmızı ilə də işarələmişəm. Bu şəkildə. Belə. Məsələn, fast, fastly deyə bir şey yoxdur. Bir bu, buna bir göz atın. Göz atın nə deməkdir ingiliscə? Yəni nəzər yetirin. Nəzər yetirin necə deyək? Phrasal verb idi. Look through ola bilər. Yes. Elə tam onu istəyirdim. Look through bu şəkildə. Buna baxdıq. İndi gəlsənizə gedək o birinə baxaq. Mən dediyim məsələyə. Bax burada hard, hardly, scarcely, high, highly. High, highly nədir? İndi ona gələrik, o nədir? Bir də buna baxın. Mənim təzə favori qələmim var, uşaqlar. Gəlin, mənim təzə favori qələmimi işlədək. Hardly, highly, nearly, closely. Bu zərflərin dərəcələri olmur. Mən bura more əlavə eləyə bilmərəm, əlavə eləyə bilmərəm. Nədir? Most olmaz, olmaz, heç nə olmaz. Okay? Heç bir şey olmaz. Okay. High nədir? Highly nədir? High odur ki, yüksək. Bilimiz yüksək. Hündür. Daha doğrusu hündür deyək. Hündür falan. Highly bilsiz nədir? Kiminsə haqqında yüksəkdən düşünmək. Məsələn. Bax, misal üçün. He couldn't jump high. O hündürə hoppana bilmədi. Hündürə hoppana bilmədi. He always speaks highly about himself. Burada isə highly hündürə danışır. Yox. Deyir ki, o hündürə danışır. Hündür hara danışır? Pilləkənə danışır özü haqqında. Yox. Burası deməksə ki, özü haqqında yüksək səviyyədə danışır da. Yəni, egoistdir. Tipa. Başa düşdünüz? Bu deməkdir. Çıxılı bir dənə təkrar elədik bu sual. Moduldan getdik, çıxdıq biz adverbi. Biz bunu necə bacardıq? Nəysə, onsuz da təkrardır da, yəni məqsədim buydu ki, sizi buralardan haralarsa aparım. Bunu kim izah edirdi? Bunu İnci izah edirdi. İnci, baxsana buna. O da apostrof S-dən sonra fiil gəldi, birinci səhvdir. İkincisi də ki, siz girls, o da cəmdə olmalı deyildi mi? Ona görə məncə iki də səhvdir. Bir də denən, başa düşmədim mən səni. Siz girls olanda cəmdə deyə bu formada olmalı deyildi. Nə cəmdədir deyə bu formada olmalı deyil. Və doğru forması necə ola bilər? Girls cəmdə deyə TS yazsan olmalı. Yes, good job. Sonra? 3-4 olur. Bədən üzvləri də hər iki insana aid olur deyə 3 doğrudur. 4-də də ki, Z olanda S olmalıdır. S apostrof ona görə düzdür. Bəli, the ilə verilibsə və the-dən sonra böyük hərflə başlayıbsa, deməlidir bu soyaddır. Soyaddırsa bir nəsildən söhbət gedir, bir dənə nəsildə. Baxaq görək, budurmu? Bizim burada problemimiz deyil axı. Girl, come on. Burada deyil idi bizim problem. Sən bir də görüm, sən problemin harada olduğunu dedin. Daha doğrusu nəyə görə bunu düzgün hesab etdin? Mən səni bəlkə də tam qulaq asmadım. Z-dən sonra S apostrof olurdu. Aha, okey. Hələ düzgün demisən də. Düzgün demisən də. Bəs mən buna niyə takıldım? Hə, mən bilsən nəyə takıldım? Ayda, mən ağlım haralara getdi. Burada pasiv case istəyir uşaqlar. Mən də birinci bura takıldım. Sonra gördüm ki, bura düz idi də. Mən bunu niyə sunaxa çəkdim? Belə bir şey gördüm. Sonra ağlım ona getdi ki, bundan bunu uzlaşdırmaqdır is. Mən deyirəm, bu niyə uzlaşıb? Cəmdə falan belə şeylər ağlım getdi. Sonra deyirəm, bax, bu buna bütün beynimdə nəsə məzəli şeylər baş verdi. Doğru deyirsən. 3 ilə 4-dür və burada da gözdə hər kəsin də öz gözü var deyə hər kəsin öz apostrof S olmalıdır. 3-4 variantımız hardadır? Yenə buradadır. Yes, düz. Birincisində has idi uşaqlar. Burada deyirik fençün forması. Burada has ona görə.
Fidan. Bu burada sinonimi istəyir, appreciate, yəni dəyər vermək, dəyərləndirmək sözünün sinonimini istəyir və burada value da onunla eyni mənadadır, dəyər verməkdə. Ona görə B variantı olacaq. Okay. Bəs digərləri nə mənaya gəlir? Identify müəyyən etmək deməkdir. Trust güvənmək, accept qəbul etmək. Trust-da believe də demək olar. Accept də qəbul etməkdir. Settle da səhv eləmirəmsə həll etməkdir. Yes. Accept-ə qəbul etmək. Trust-ı sinonim believe dedim. Başqa nə ola bilər? Rely ola bilər. Rely onla. Bir dənə dedi. Bir dənə də Gəl ipucu verim. Onun da rely kimi on preposition istəyir və C ilə başlayır. Yazılışı C ilə başlayır. bir dəqiqə. İstəsən bir dənə də ipucu verə bilərəm. Verməm, yadıma gəlmir. Okay. Saymaq sözü ingiliscəsində nədirsə o söz. Hə, count on. Bəli. Yes. Count on. Əla. Vəfa. Deməli, cəmdədir deyib 2, 4 olur. Y variantı. Hardan bildin cəmdə olacaq? My problems isim orada problemlər deyib cəmdədir. Bəs yaxşı, hardan bildin problemə baxaq? Çünki orada have ondan qabaqki metoda görədir da. Onda problemə də bulan xəbərinə görə onu götürdüm. Yox. Gəl sənə mən daha spesifik bir dənə çox kəskin şəkildə işə yarayan bir şey deyim. Cümlədə ilk preposition tutursan, ilk preposition hardadır? With. Hə, to. Also. Hə, With. No, actually burada budur. Bu tried to, bu bilsən nədir? Gəl bunu da göstərəm. Bu complex object-dindir. Bu complex object-in to solve. Bu makməkdir. Okay, to solve. Burada sən ilk preposition tutursan, ilk prepositionun düz əvvələ baxırsan və həmin o əvvələ baxdığın söz nədirsə, onu uyğun götürürsən. Yəni burada cəmdədirsə düz deyirsən. Gedirəm, cəm götürürəm. Yox, 3-ü götürmürəm. 3-ü götürə bilərdim, amma burada götürməyəcəm. Niyə indi onu deyəcəm? Bunu da götürürəm. 2, 4 olur. Gəlsənə mən deməyim. Yəni 1 ilə 5 zaten təkdədir, onu bildik. Bəs yaxşı, will-də nəyə görə götürmədim? Keçmiş zamanda olduğu üçün. Yox, have-i götürdün axı indiki zamandadır. Özdəki, bax, hələ burada have tried keçmiş zaman deyil, indiki bitmiş zamandır və indiki bitmiş zaman keçmiş zaman demək deyil. Burada başqa bir söhbət var. Yəni əslində iki bura uyğunlaşmır belə baxsaq. Demək, burada uzlaşma pozuntusu var. Uzlaşma pozuntusu da əlbəttə ki, biz onu izah eləmişik ki, ola bilər. Okay. Və 4 də ola bilər, o da ola bilər. Bəs niyə 3 olmur? Çox asandır əslində. Gəl bir dənə fikir verin. Nədir? 3 özü də tək deyil. Yox, I-də və we-də shall işlənir ən çox. Yerdə qalan hamısında məsəl üçün orada they də daxildir, orada will də olur. Deməli tək deyilmiş. Bəli. Yes. İndi burada bir şey var ki, mən bilirəm, sən bunu tapa bilərsən. Bu acaq deməkdir. Acağın axı heç bir mənası yoxdur, əgər ki, bundan sonra feil gəlməsə. Məsələn, deyirsən ki, I will apple. Mən alma acaq. Bu nədir? Mən almanı yeyəcəm, məsəl üçün, I will eat. Yəni, buradakı feil olmazsa, will'ın və shall'ın heç bir mənası yoxdur. Tullantıdırlar. Okay, ona görə 2-4. Tamam. Əla. Tərcümə eləmədik. Heç o qədər tərcümə eləmədik. Yaşanmaz, gəlin bunu tərcümə eləyək. Bunu kim tərcümə eləmək istəyir? Elə özüm eləyim. Təbii ki.
Deyir ki, mənim utanıqlığımla bağlı problemlərimi həll etmək üçün çox çalışıram, amma bunlar deyir effekt vermir, da yəni təsirsiz qalır deyir. Okay. Bəli. Bir də gözümə muzet qoyum. Bir dəfə uşaqlar zaryadkası öldü və söndü. Sönəndə də ekranda Samsung yazıldı. Uşaqlar ona niyəsə belə çox güldülər. Deyirlər ki, mənim boşluğumuza gəldi. Çox mənasız şəkildə gülməli gəldi. İndi onu soruşmaq istəyirəm. Boşluğuma gəldi necə deyir ingilis dilində? Çox mənasız da. Buraxılışı heç vaxt düşməyəcək, amma soruşuram da boş-boş söz olsun deyə. Kimisə fikri var? İngilis dilində tutmaq sözü nədir? Catch hold. Ay, sağ ol. Catch. Elə bunu catch-lə deyirsən. Yəni, məni tutdu. Boşluğuma düşdü. O şəkildə. Çox mənasızdır, bilirəm. Amma boşluğuma düşdü sözü də mənasızdır. Yəni, sənin boşluğuma düşdü nə deməkdir? Bu şəkildə. Bu arada tərcüməyə də ehtiyac yoxdur uşaqlar. Prosta elə belə tərcümə elətdirəm ki, birdən orada söz çıxar, hansı bir qrammatika sözü. O sözlə öyrənərsən, sonra gələrsən readingində qabağında çıxar və o söz sənə kömək eləyər necəsə. Ona görə mən bunu tərcümə elətdirirəm. Yoxsa belə ehtiyac yoxdur tərcüməyə. Ekranı qoy yenidən açım. Aha. Deməli, Всё. Bu kimindir? Bu İnci'nindir. İnci. B variantı səhvdir. Çünki həzdən izkisi indiki zamandadır. Bir C dəqiqə. variantı Bir də izah elə, başa düşmədim. B variantı səhvdir. Həzdən is eyni zamandadır. Eyni zamanda onda nə olur ki, bu da indiki zamandır, bu da indiki zamandır. Və indiki zaman da indiki zaman və gələcək zaman nə olur? Keçmiş də keçmişdən olur. Mən bir problem görmədim. Hə, bəli. Onda C variantı səhv. Çünki keçmişdən indiki zamandır. Burada did var deyə keçmiş olmalıdır. Yo, biz sənlə demişdik axı. Bu dialoq şəklindədirsə, çox da bir-birindən əlaqəsi olmaya bilər. Əgər ki cümlə, məsəl üçün, bax birinci cümlə və ikinci cümlə yan-yana yazılsaydı, o zaman hə, buradakı boşluqların doldurucusu bu bir cümlə ola bilərdi. Amma dialoq olanda həmişə elə olmur. Dialoq olanda həmişə birincisi, ikincisinin boşluğunu dolduracaq deyə bir şey demirdik biz ona çox. Burada bir başqa məsələlər var. Misal üçün bizim burada when var. Bir bununla gedək. When-dan sonra nə gəlir? Ümumiyyətlə bütün zaman bağlayıcılarından sonra standart 2 dənə zaman gəlir. Всё, heç əzbərləməyə ehtiyac yoxdur. 2 dənə yadda qalan şeylərdir. Hansılardır o? Present simple bir də past perfect deyir. Boy. Past simple. Past simple. Keçmişdən Yes. Çaşdı valla. Yaxşı, vallahi inandım, yaxşı. Present simple bir də past simple. Sadəcə olaraq bu ikisi gələ bilər. İndi B variantında, indi biz burada ikinci tərəfə bir dənə baxaq. Zəhmət olmasa, bu is happening-ə baxıram. Happened-ə baxıram. Buna baxıram. Bir də buna baxıram. İndi hansında past simple və present simple qalıbsa onları götür. İnci.
Y variantlarında burada. Baxıram, deyir ki, D variantı deyir və Y variantı deyir. Çünki burada keçmiş davam edicidir. A variantı başını bura. B variantında da present continuous'dur. Yəni indiki davam edicidir. Okey. İndi biz nə iş görürük? Deməli, o zaman hə, indi baxa bilərsən ki, dialoqda sənə nədir? İndi ona baxa bilərsən. Hansı zamanda dialoqda falan elə bir şeylərə bax, bir cavab tap. Ne variantı olur? Daş kəsən? Bəli. Bəli. Niyə? Çünki burada keçmiş zamandır və burada o zaman keçmişdən uzlaşdıra bilərəm. Amma həmişə bu işə yaramır. Mən əslində daha dəqiq olum deyə, bu cavabı seçəndə daha özgüvənli olum deyə bu cümlənin tərcüməsinə baxdım. Həmişə bunu izah eləmişəm, o günkü dərs izah eləmişəm. Qoy bu dəfə də burada da deyim. Çünki planlayıram ki, bu videonu ictimai olaraq paylaşım. Bəlkə dostlarımız bilmir. Bax, misal üçün, o gün nümunə demişdim. Deyir, sən nahar üçün nə bişir, axşam yeməyi üçün nə bişirmisən? Mən də qayıdıb sarkazmlı bir cavab verirəm. Deyirəm ki, heç mən yemək bişirə bilmirəm. Məndən gəlib nətə soruşsan ki, nə bişiribsən? Mən yemək bişirə bilmirəm. İndi bax, didlə sual verdim, mən də avtomatik olaraq keçmişlə, kudla falan cavab verməli. Cavab vermədim elə. Heç sual belə cavab vermədim, sarkazmlı cavab verdim. Bu şəkildə oldu. Bu arada bu cümlə mənə aid deyil uşaqlar. Mən çox ləzzətli yeməklər bişirirəm, prosta məsəl üçün də. Başa düşdünüz? Bu yəni həmişə belə olacaq deyə bir şey yoxdur. Yəni burada keçmiş oldu, məntiqlə belə verəm. Həmişə elə olmur. Ona görə deyirəm, daha özgüvənli şəkildə cavabı seçim deyim, tərcümə elədim. Amma əsasən əgər ki sizə deyim belə bir şey verəndə belə bir formada gedə bilərsiniz. Yəni A cümləsi keçmişdədir, B cümləsi də keçmişdə olacaq məntiqi ilə gedə bilərsiniz. Amma ilk öncə buradakı çıxdığımız variant kimi variant çıxmalısınız. Tamam mı? Nə deyir burada? Deyir ki, mən tərcümə eləmirəm, İnci tərcümə eləsin. Çünki özü baxdı. Kömək lazım olsa müdaxilə eləyəcəm. Səsin bağladı İnci? How nə deməkdir? How necə deməkdir? Və çox sadə bir sözdür, onu hökmən not al. Accident hadisə necə baş verdi? Sürücü yatırdı, ona görə baş verdi. Baxaq. Bəli. When the accident happened, qəza baş verəndə sürücü yatırdı. Bu şəkildə. Çox unfortunate. İncidən sonra Fidan idi. Fidan. Burada constructed sözünə antonim deməliyik. Constructed tikilmək deməkdir. Sinonim olaraq build verərdik. Amma burada antonimi istəyir. İndi destroy ola bilər, məhv etmək, sonra damage də onunla eyni mənadadır. Eyni ilə ruined də onunla eyni mənadadır. Hər üçü də məhv etmək mənasına gəlir. 1, 2, 3, C variantı. 4 ilə 5. 4 ilə 5-ə bir sən neynə? Sinonim ver. Nə verim? Sinonim. Sinonim improve artırmaq demək, yəni inkişaf etdirmək deməkdir. Biz burada increase deyə bilərik inkişaf etdirməyə. Bir də nə deyə bilərik? Develop deyə bilərik. Sonra hələ var bir də. Qoy düşünüm. Faithful vəzifələri. Nə vəfa? Development faithful falan verirdi. Ona görə dedim onu da verə bilərik. O faithful. Amma gəlmir bəlkə. Faithful'a nə gəlir? Başqa bir şey gəlir. Kim deyər? Kimin ideyası var? Develop sözünü oxşur, ona görə çalışdım.
Gəl deyək. Devoteddir. Bəli, devoted. Ona görə. Qəşəng. Momentində öyrəndik. Görürsüz, bir-birinə oxşayan sözlərdir. Devoted, faithful nə demək? Sadiq demək. Bəli. Found sözünü də həmən birini. Bu arada dostlar, bu videonu izləyən kimlərsə varsa, sizə sinonim falan istəsələr eləsələr, 9-cu siniflərə bu aid deyil əslində. Çünki sizdə yazılı şəkildə belə bir şey soruşmayacaqdı. Nə bilim, yenə də deyəkdə məlumatlandıraq insanları. Improved verib sizdən sinonim istəyirsə, siz də buna belə keçmişdə verməlisiniz. Yəni, sözün kökü improve sözüdür. To improve, inkişaf etdirmək. Increase əslində uşaqlar artırmaq deməkdir. Increase sözü dolayısıyla bulunan sinonimdir. Əslində birbaşa sinonim deyil. Belə deməzdim. Develop demək olar. Məsələn, hətta bir dənə mətnimiz var idi ki, söz dəyişində create sözünü götürmüşdük. Create-lə improve götürmüşdük. Yaradırsansa bir şeyi yaxşılaşdırırsan tipa. Bu da elə bir məntiqlə gedib onu götürmüşdük. İngiliscə belə maraqlı bir dildə, xoşuma gəlir. Belə xoşuma gəlir. Qəşəng maraqlı şeylər ortaya çıxır. Founded sözü üçün deyək. Sözün kökü nədir? Onu da denən Ayfidən. Sözün kökü burada found olar yəqin ki və tapılmaq mənasına gəlir məncə burada. Tapmaq yox da, yəni necə deyim, tapılır da, yəni kəşf edilmiş kimi bir şey, amma ondan daha şeydə, zəifdir əslində. Elə düşünürəm. Are you sure? Are you sure? Burada gəl bir şey göstərim sənə. Bu hansı şəkilçidir? O idi şeydə, keçmiş zaman şəkilçisi. Aha. Found isə sən tapmaq dedin, elə? Bəli. Tapmaq finddir. Bir dəqiqə, mən onun keçmişi ilə qarışdırdım. Yes. Found olur axı. Yes. Okay, I'm gonna give you a sentence and you will find the meaning. Are you ready? Yes. Okay. So, let's say, I found the company. Təsis etdim mənasına gəlir. Yeah. So, bunun sinonimində nə olacaq? Bir dəqiqə fikirləşim. like you started a company. But actually, the synonym is not start. Just I was explaining. Burada mən yaratmaq deyə bilərik buna sinonim olaraq. Create, kinda. Hardasa demək olar. Beynim İngiliscəyə çöndü. Bircə dəqiqə gözlə. Azərbaycan dilində bunu necə tərcümə eləyək? Təsis eləmək, okey. Əsasən qoymaq, hə? Establish. And also build. Build da demək olar. Məsələn, nəyisə əsasını qoysan da tipa. Amma əsasən mən burada establish götürərdim. Amma digərləri də dolayısı yolla. Məsələn, nümunə dediyimdə dedim ki, I founded a company. Yəni, şirkət təsis elədim, qurdum, yaratdım və yaxud da ki, establish, əsasını qoydum, build, inşa etdim, yəni yaratdım. Və yaxud da ki, desən ki, I builded myself. Yəni, özümü inşa elədim. Mən beton deyiləm axı, başa düşdünüz temanı. Və başqa nəsə demək istirdim. Hə, dostlar, Fidanın elədiyində belə bir şey dedi. Yəni, find tapmaq deməkdir. Found isə bunun keçmişidir. Amma ki, yəni bu feilin birinci formasıdır. Bu da feilin ikinci formasıdır. Yaxşı. İndi bizim belə bir feilimiz var. Found. Actually, indiki zamanda bu feilin birinci formasıdır. Və siz bunun keçmişini quranda bu tapmaq deməkdir. Qoy burada yazım. Tapmaq. Found isə təsis etməkdir, düzdür. Təsis etmək. Found'un keçmişi isə founded olmuş olur. Yaxşı. Məsələn, indi belə bir sözdür, bu şəkildə. İndi bir şey demək istirdim, yadımdan çıxdı. Yadıma düşdü. İndi təsisçi necə deyək ingilis dilində?
Founder. Yes. Founder. Also, bunu necə tərcümə edəcəyimi bilmirəm. Foundation sözü. Təməl. Foundation. Elə bir şey demək olar. Bunun hamısı yəni eyni sözdən gəlir teoriya ona görə. Ayda nə qədər burada lüğətə fokuslaşıb uşaqlar fikir verirsiniz? Maraqlıdır. Gəlin biz də baxaq buna. Fidandan sonra Vəfa gəlirdi. Vəfa? Deməli, resurs xilas etmək idi da. Bilmirəm. Axırda baxacağam. Look after somebody at the hospital deyir xəstəxanada kiməsə yəni qayğısına qalmaq. Make somebody believe deyir ki, kiməsə inanmaq. Save money and buy something. Deyir ki, pul yığmaq və nəsə bir şey almaq. Help somebody in a dangerous situation. Deyir ki, deyir bu olar da. Deyir təhlükədə olan birini kömək eləmək, kömək etmək. Yerdə də deyir ki, leave something at home. Evdə deyir nəsə bir şeyini qoyub getmək. Onu D variantı. Yes. Mən bir dənə sən burada B variantına takıldım. B variantını bir dəfə tərcümə eləsənə. Kimisə inandırmağa çalışmaqdır da. Ay sağ ol. Ay sağ ol. Sən deyəndə şey dedin, kiməsə inanmaq dedin, yoxsa sən ona görə birdən make sure eləmək istədim. Good job. Okay. Dosilər. Buna inci baxır. Bir şey deyəcəm. Gəlsənizə bu suala biraz dərin baxaq. Yəni biz bildik ki, D variantı nə deməkdir? To rescue. Elə? Bəs digərlər nə deməkdir? Leave something at home. Evdə nəyisə qoyuruqsa, bizim beynimizin içində nə baş vermiş olur? Unuduruq. Ay sağ ol. İndi bu nə deməkdir? Forget. Yes. Və yaxud da əslində bu tam belə oturmayacaq. Bilirsiniz necə? Bu da elə bil ki, definition kimi çıxırdı. Məsəl üçün, bax. Sözümüzün özü nədir? Rescue'dur, elə. Və burada verilən söz nədir? Bu onun definition'ıdır da, açıqlamasıdır. Prosta, bilməm, ağlıma gəldi və demək istəyirəm və ona görə də deyəcəm. Leaving something at home. Oy, at home nədir? Behind. Nəyəsə arxada buraxmaq. Çox düz belə bir şey. Amma filan düzədir. C variantı. C variantını gəlin ki, hissəyə bölək. Save money, pul saxlamaq. Pul saxlamaq sözü əslində başqa bir söz deyil. Elə burada save sözündən yola çıxaraq bir şey deyəcəksiniz. Gerund forması. Buy'ın da ki, başqa bir forması. Buy'ın sinonimi, sonda da ing-si. Necə gözəl izah edirəm. Nəsə yazmışım. Purç hasiydi, nəsə bir şeydi. Qəşəng. Purchase. Purchasing deyərdim. Purchasing bizə nə deməkdir? ING gəlirsə indi burada şey olur. Almaq. Buy something. Purchasing. Amma düz yersən. Feilin öz forması, yəni ING-siz forması. Purchase. Purchase basically to buy deməkdir. Yəni ki, almaq deməkdir. Burası elə bil ki, buy A2 səviyyədədir. Purchase B1 səviyyədədir. Tipa belə düşün. Save-dəki save money-yə siz nə demək istədim? Belə demək istədim. Saving. Yəni, çox belə ultra bir şey yoxdur, narahat olmayın. B variantında nə deyə bilərik? Bunun birbaşa varıdır sinonimi. Özdəki 2 dənədir.
Və onun ikisindən də mən xoşum gəlir. Niyə bilmirəm, iki dənə sözdən xoşum gəlir. Kimisə inandırmaq. Biri P ilə başlayır, biri də C ilə başlayır. Çox möhtəşəm ipucular verirəm. İkinci hərfini dediyim mən. Yaxşı. Deməli, make somebody to believe. Gəlin deyək. İkisi də tu ilə başlayır. Əlbəttə ki, feilli deyə tu ilə verəcəyik. Biri P ilə başlayır, biri C ilə başlayır. İkinci hərfi isə P-nın ikinci hərfi E-dir. Bunun ikinci hərfi O-dur. Şu an çok gizemliyim. Yaxşı deyəcəm. Gözə qovun belə çəkim. Persuade and to convince. Deyirsiniz ki, bu sözlərdən niyə xoşun gəlir? Heç bir fikrim yoxdur. Aha. A variantı. Guys, bu arada mən burada buy something-ə bunu belə dedim. Yəni, purchasing buy something-dir, save də saving-dir bu şəkildə. Niyə bunu təkrar elədim bilmirəm, amma elə bildim ki, demədim. Nəsə, boş verin. A variantı. Take care olur. Take care sən hər yerdə deyə bilərsən, amma burada hospitalda soruşur. Amma düz deyirsən, yəni take care at the hospital. Ola bilər, okey. Amma burada hospitalda olursa nursing. Və take care də olar. Sözüm yoxdur ona, amma yazmıram, uzun sözdür. Onun əvəzinə bunu yazıram. Caring yazıram, amma yəni take care də olar. Bu qədər. Aha, 63 İnciyə keçə bilərik. İnci, keçən dəfə keçdiyimizə yaxşı baxmısansa və evdə gəlib videonu izləmisənsə, bunu həll eləyə bilmək qabiliyyətində olmalısan. C2 səviyyə Azərbaycan dilində cümlə. D variantı. Why? İçdə it var. Üstdə də correctly-dir ona görə. İndi 2-də it varsa çevrilə bilir, yoxsa çevrilə bilmir? Çevrilə bilir. Bilmir. Möhkəm danış, çünki eşitmirəm. Çevrilə bilmirdir. Bilmir. Çünki mənfi qoyuruq. Ona görə də mənfi qoyuruq. Okey. Sonra nə dedin? Üstdə də correctly var deyə götürdüm. Why? Deyəsən sifət olanda səhv olurdu, götürülürdü. Ona görə It is an adverb. It is an adverb, actually. Sonunda lı var. Da. Bizim cannot be changed olanda nə dəyişilə bilmir. İndi sənə normal bir dənə cümlə verəndə və onu sənə deyəndə ki, İnci bunu dəyiş passivə, change the sentences into the passive voice. Bu şəkildə sənə deyəndə, sən ilk öncə nə edirsən? Addımları necə olur? Onu mənə bir de. Feildən sonra gələni Feildən sonra tamamlayır. gələn şey nə? Ay sağ ol, tamamlıq. Yəni object olmalıdır. İndi sənin objectin nə olur? Subjectin, objectin ikisi də eyni şey olur əsasən. Nə olur? Hansı nitq hissəsi olur? Noun, pronoun. Bunu əzbərlə. Yadına saxla. Bir də gerund. Bu hökmün olmalıdır. İndi objectin varsa it is can be changed. Yəni object varsa plusdur. Yoxdursa
minusdur. Yəni çevrilə bilmir. Minus çevrilə bilmir deməkdir. Çevrilə bilən isə plusdur. İndi birincidə happened feildir. Feildən sonra nə gəlib? Preposition. Yes. İndi mən bunu götürüm. Yəni bu plusdur yoxsa minusdur? Minusdur. Minusdur. Çünki burada preposition mən istəyirəm noun pronoun görün. Özü də buna on Sunday morning. Bazar günü isə bu time'dır. Mənim objektim yoxdur. O zaman burada mən deyir cannot be changed. Yəni hansı dəyişilə bilməz. 1 ilə 2 dəyişilə bilməz. Ona görə də cavab 1-2-dir. İndi izah elə ki 3 ilə 4 niyə çevrilə bilir? Answer word'dən sonra the questions gəlibdi, isimdir. Explain-dən sonra the mistakes gəlibdi, o da isim. Bunlar demək çevrilə bilir. Bizdən isə çevrilə bilməyən istəyirdi deyəni getdim mənfiləri götürdüm. Məni həmişə çaşdırır inci. Bu cannot be changed falan. Müəlliməm, mən belə çaşıram bunda. Və burada bir problem yoxdur əslində. Ola bilər. That's okay. Çünki o qədər bizə doğruları istəyirlər ki, mənfi olanda beyin rotate eləyə bilir. Əgər ki çaşırsansa, that's okay. Minus plus qoy, o zaman mən də çaşmıram. Okay. Tərcümə eləmədik. Birinci cümlə nədir? İkinci gün səhər hadisə təəssüf elədi. No. Attack hücum deməkdir. Attack hücum. Hücum. Happen sözünün sinonim. Kim demək istəyirsə açsın səsini desin dostlar. Occur ola bilər. Occur. Oxunuşu occurdu. Occur. Occur. Okay. Occurred. Occur deyə yaxşı eləcə. Happened sözün kökü burada. Aha, başqa? Take nəsə? Take part. Yox, o iştirak etməkdir. Bir dəqiqə. Place. Take place. Take place by. Yep. Bu şəkildə. Hücum baş verdi bazar günü səhər. Take place dedin. Yox, take part dedin. Və dedin ki, bu iştirak eləmək deməkdir. İndi bunun iki dənə əlavə sinonimi var. Onları da desənə bizə. İştirak etməyə sinonim fikirləşmə bir dəqiqə. İpucu verim. Verim. Verilməli. Biri A ilə başlayır, B ilə qutarır. Dum 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 dum. Biri də o biri nədir o? Hə. Attend oradakı. Yes, attend. Bu da bitişikdir dostlar. Bir de şey var idi. Neydi? Participate var idi. Mesela bir şey var idi. Participate. Bəli, elə bir şey. Mən əminəm ki, bunun hamısını Fidan bilir. Sadəcə olaraq həmin momentdə ağlına gəlmir. Bilsən niyə Fidan? Çünki o sənin pasiv lüğətinin içindədir, aktiv lüğətində deyil. Aktiv lüğətində olmayanda, passivdə olanda insan danışanda da ağlına gəlir. Əslində yazanda da ağlına gəlir. Sən nəsələ hamısını düz yazırsan, sən 300 bal yığan divasan. Prosta olur belə arada bir. That's okay. Amma bilirəm ki, sən hamısını bilirsən. Bu nəsə yadda saxlanmışdı bilən tələbəm. Demişdi ki, mənim burada part var, burada da part var. Bu şəkildə yadımı saxlamışam. Belə dostlar. 2-də deyir ki, it snowed. Qar yağdı. To snow, qar yağmaq deməkdir. Snow, qar deməkdir. For 3 days, 3 günlük, 3 gün
Qar yağdı. Without stopping. Dayanmadan. Və da without preposition'da preposition ing ilə bitir. Preposition ing ilə bitir necə bir cümlədir? Preposition'dan sonra gələn feil ing ilə bitir. The students answered. Answer. Oradakı W mövcud deyil. Şey oxşur, müəllim sözündəki ü hərfini oxumursan. Burada da W mövcud amma oxumursan. Məntiqsiz bir şeydir. Deyir, şagirdlər cavabladı. The questions, şagirdlər sualları cavabladılar. Correctly, doğru şəkildə cavabladılar. The teacher hasn't explained the mistakes. Müəllim səhvləri izah etmədi. Etməyib desəm məncə doğru olar. Yəni keçmişdə eləməyib, hələ də eləməyib tipə, amma fərqi yoxdur. Yəni tərcümə etsən elə bu şəkildə. Kim neydi? İncidən sonra kim gəlir? Yes. Burada things'e aid olduğuna görə, yəni cansız bir şey aid olduğuna görə biz burada sifət götürəcəyik, yəni interesting-lə verməliyik. Burada interests olmaz. Məsələn, Y variantı getdi, C variantı getdi, D variantı getdi. Elə bizdə sadəcə A variantı qalır. Başa düşmədim Ayfdən. Bir dəfə dizə ilə dizəmət olmasın. Burada sifət where gəlib, where'dən sonra həm də things'e aid olduğuna görə bir sifət istifadə etməliyik. Yəni ing ilə verəcəm. Yəni burada interest bizdə feildir. Interested in ilə işlənir. Bundan sonraki məsələn interested in olacaq. Interest yenə feildir. Y variantındakı da feildir. C variantındakı interestdə sadəcə s-i düşüb, yəni cəm xəbər kimi işlənib. Ona görə bu variantda gedir. Interest həm də isim kimi də ola bilər, maraq mənasına gəlir, amma burada da yenə olmur da, yəni sifət qoymalıyıq. A variantında interesting, indi A variantı oldu. Interesting ifadəsi düzdür birinci tərəfdə. Sonra ikinci tərəfdə deyir ki, in var birincisi və we aid, yəni we were even interested in olur. Yəni biz maraqlanırıq, onları almaq haqqında maraqlanırıq. Bu bizdə o prepositionslarda falan da demişdik ki, interested in maraqlanmaq mənasına gəlir. Ona görə doğrudur burada A variantı olur. Yes, buradakı ikinci tərəfdəki dosyalar. İkinci tərəfdəki bu bir birləşmədir. Bu yadda saxlanması gereken bir şeydir ki, to be, burada da verb var, interested. And belə bir şey var. Oradan bildi. Interesting'dəki bilirik ki, adjective maraqlı və burada da very'dən sonra adjective very'dən sonra adi dərəcədə gəlir. Biz birinci bunu bilirik. Adjective. Yəni more interesting zat gəlmir. İkincisi də ki, verb var burada. To be'dən sonra həmişə adjective gəlir. Oradan bildi. Və bu qədər sadə. Yəni bunu tərcümə edəsən, Fidan. Marketdə olan hər şey maraqlı idi və biz onları almaq haqqında da maraqlanırdıq. Good job. Vəfa. Deməli, SWOT qaydasından getsəm, baxaram ki, birinci şiini verərəm. Yəni, hələ baxın bir, 6 daha çox gəl, 6-dan başlayayım. Şi, sonra was verərəm, was traded, 6, 1, 3. Sonra by'dan sonra nə verir? By her local doctor kimi düşünür. Bunda hansı variant olur? 6, 1, 3, 2, 5, 4. D variant. Düz deyir, uşaqlar. Düz deyir. Sən bilməlisən ki, burada her'dan sonra noun gələ bilər. Və biz burada baxırıq ki, noun gələcək bir şey sadəcə olub local doctor'dır. Buradan belə həll etmək mümkündür. Sonra biz burada görürük ki, was var. Was'dan sonra bir iki adjective falan gəlir. Biz görürük ki, burada heç bir adjective yoxdur. Həm də ki, to be'dən sonra sadəcə olaraq qıtlıq deyil ki, adjective gəlməyəcəkdir ki. Əlbəttə ki, bizim üçün burada feilin üçüncü forması gələ bilər və burada gördüyünüz kimi passive voice-dadır. Və həqiqətən də was treated, yəni ki, was behaved, like ona elə davranırlar.
Bu şəkildə. Orada da bayı da götürüb buraya qoyursan. Bura uca, məncə buralar həll olandan sonra bay burada zaten orada qışqırır ki, mənim yerim buradadır. Passive voice da. Yəni deyir ki, öz yerli doktoru tərəfindən müalicə edildi. Burada bu heavy mənasında deyil. Doktora fikir verdim ki, orada o mənanı vermir. Okey. Çox asan. Sırada kim idi? İnci. Götdən sonra to gəlir, to arrive olur da variant. Good job. Fidan. Burada məsələn ikinci tərəfə tez gözümdəydi ki, in the street olacaq bizdə. Elə birinci tərəfdə də the article olacaq aslında. Məsələn, A variantında n verib. Yəni window bizdə samitlə başladığına görə n olmalıdır. Məsələn, A variantı getdi. C variantında D-ni verib, digər tərəfdə D-ni verməyib, o da getdi. Sonra yox, C variantda. D variantında da birinci səhvdə window isim olduğuna baxmayaraq onu boş saxlayıb, bu da səhvdir. Y variantında yenə n qoyub, ona görə o da səhvdir. Cavab B variantı olur. Good job. Tərcümə edək. Mən pəncərədən baxanda Jane Street, yəni küçədə gördüm. Good job. Və Vəfa. Deməli, tərcümə edeyim. Elədir ki, birincidə cümlədə deyir ki, meyvə və deyir tərəvəzi yemək sağlamlığımız nəsə qoruması üçün vacibdir. Essential nəsə bir. İkinci təsirsiz deməkdir, ona görə olmaz. 3 də zərərlidir, o da olmaz. Necessary important da olar da ikisi də onsuz sinonimdir. Ona görə də 4. Good job. Essential, necessary, important vacib deməkdir. Bəs vacib sözü üçün bizim bir dastan boyda başqa sözlərimiz də var idi. Onlar hansılardır? Nə? Bir neydi? Başlayırdı. Bir şey var idi. Sığla başlayan şey. Gözlüğüm elimde. Significant. Nəsə o. Qəşəng. Bircə də hər səhv elədim. Significant. Bəli. Sonra. Sığla Hələ başlayan. biri də var. Hə, bununla başlayan şey. Ağlıma sala bilsəm. Vowel, yox, hə. Vital. Sonra. Crucial. Crucial. Yep. Niyəsə bir dənə söz öyrətmək istəyirəm şu an. Beynim deyir ki, bunu öyrət. Və mən də beynimin buyurduğunu eləyəcəm. Vivid. Canlı deməkdir. Bilirsiniz nətər canlı? Məsələn, deyirsən ki, bax, biri var solğun rəngdə paltar. Yəni, solğun. Biri də var ki, canlı rəngdə paltar. Vivid. Oh my gosh. Məsələn, deyirsən ki, mənim yuxum çox vivid idi. Yuxu, yəni rəngli gördüm də, tipa başa düşdünüz, yəni canlı. Oh my gosh, ümid edirəm izah edə bildim. Yəni aydın. Məsələn, clear. Bu şəkildə. Tamam mı? Tamam. Bəs bunun antonimi nədir? Solğun yəni nə deməkdir?
Yəni deyək pale. Okay. Ya da şey demək olar, colorless, rəngsiz. Mən bu açıq sarıya falan da pale yellow deyirdilər, səhv etmirəmsə. Yes. O mənə gəlirdi. Yeah. Uşaqlar, burada bir məsələ var. Color belə də yazılır, belə də yazılır. İkisi də düzdür. Sadəcə olaraq bu USA-dir, bu da UK-dir. Bu Amerikanskadır, bu da UK-dir. Okay. So, bitirdik. İndi keçirik readinglərə. Short textlərə keçək. Short textlər şeyə oxşuyur. Choose nə? Choose the main idea. Yəni mətndə haqdadır. Tipə, yəni onlar oxşuyur. Gəlin baxaq. 69 vəfadan sonra İnci gəlirdi. İnci mənim üçün fərqi yoxdur İnci. Elə uşaqlar var ki, variantlara baxır, o şəkildə işləyir. Elə uşaqlar oxuyur, sonra işləyir. Sənin ürəyin hansını istəyir, onu da elə, mən sən burada gözləyirəm zaten. Burada variantı deyir ki, Sam Alex'e məlumat verir ki, hava bu həftə şey olacaqdır. Forecast nədir? Deyək ki, bilmirsən və imtahandasan, bilməyərək get. Çünki sən hər şey bilməli deyilsən. Çünki bəzən bilmədiyimiz sözlər əslində bizə heç bir ipucunu verməyən sözlər olur, əksərən. Yuxarıda forecast var deyə verdim. Burada məncə A variantdır. Forecast burada da var, burada da var, burada da var. Deməli, bizim üçün əsas bir söz deyil. Qrib mətnimizdə varmı? Mətnimizdə də var. Çox da önəmli bir söz deyil. Forecast sənin üçün əsas söz deyil. Bax, gör, əsas sənin üçün hansı sözdür? Burada deyir ki, Sam informed Alex. Burada kimi məlumatlandırır? Burada Alex Sam'ı məlumatlandıran görə səhv variantdır. Yes. Həm də burada other weekends deyəsən digər həftələr deməkdir, amma burada this weekend deyir. Hanı this weekend? Burada another weekend də var, burada var. Yəni another weekend. Yəni hardasa bir oxşar ola bilər. Tərcümə eləsə əlbəttə ki, ortaya çıxacaqdır nədir. Tərcümə eləmirəm, özüm qəsdən tərcümə eləmirəm. Axırda tərcümə edirəm, görürsüz ki. Niyə? Çünki imtahandayıq elə bilin ki, imtahanda bilmədiyiniz sözlərlə gedin. Və heç gördün ki, forecast sənə bilmədiyin söz idi və hələ tərcümə eləməmişəm və heç bir şəkildə də kömək eləmədi. Deməli, sənin problemin orada deyil. That's it. Güzel. Sonra B variantı. Alex informs Sam about a sunny weather forecast for the weekend. Alex məlumat verir Sam'a, prosta ki, sunny weather demir deyəsən. Heavy rain, thunderstorm var burada. Ona görə səhvdir məncə. Sam tells Alex about a snowstorm expected this weekend. Burada da Sam demir deyə səhvdir. Alex deyir. Alex suggests delaying their hiking trip due to weather forecast. Məndən davam edir. Cüdək deyir. Məncə D variantı səhvdir. Çünki perfect weather deyil axı. Heavy rain'dir, thunderstorm. Ona görə. Yes, həm də gəl D variantını biraz tərcümə edək. Bizə burada mətndə deyir ki, salam Sam, hava
proqnozu, forecast proqnozu. Hava proqnozu bu həftə üçün bizə proqnozlaşdırır ki, güclü yağış olsun və thunderstorm olsun. It might be a good idea to reschedule. Reschedule bizə deməkdir, yenidən cədvəlləşdirmək, yəni yenidən planlamaq. Schedule cədvəldir, reschedule, yəni ki, saatı müəyyənləşdirmək. Deyir ki, hiking trip-i, gəzintimizi yenidən başqa bir günə salmaq yaxşı ideya olardı. Let's plan for another weekend when the weather is better. Deyir ki, hava yaxşı olanda, hava yaxşı olan həftə sonuna salaq həmin bu gəzinti planımıza. Bu şəkildədir. D variantında da deyir ki, Alex suggests delaying their hiking trip due to the weather forecast. Deyir ki, Alex suggest məsləhət verməyin o biri sözü təklif eləmək. Tövsiyə eləyir, təklif eləyir gecikdirməyi, onların gəzintisini due to nəsə səbəbilə, hava proqnozu səbəbilə deyir ki, bunu gecikdirməkdir. Yəni deyir ki, başqa bir vaxt eləyək. Y variantında deyir ki, perfect hava vəziyyəti var deyənə gedirlər, getmirlər, qadan alım. Bu da belə getdi. Burada hansı sözü bilmirdinsə, götür yaz. Müəllim, orada due to-nu sonundan əvəzləyib, məsələn, söz dəyişməyə düşsə, nə ilə əvəzləyib yaza bilərəm? Because of. Tamam, çox sağ ol. Yes. Bilmədiyiniz bütün sözləri not alın. Keçə bilərəm. Bəli. 70 Fidan. Burada tərcümə edəcəm başdan. Deyir ki, salam Jane, mən təzəlikcə öyrəndim ki, mən təzəcə vitaminlər haqqında maraqlı faktlar öyrənmişəm. Sən bilirsən ki, A vitamini yaxşı görmə üçün və dərinin sağlamlığı üçün vacibdir. Hansı ki, bununla yanaşı vitamin Y də antioksidant kimi, yəni çox güclüdür. Biz bu yeməklərdə, yəni bu şeylərdən çox qidalanmalı, bunlardan çox qidalanmalı. Yox, daha doğrusu bunların zəngin olduğu yeməklərlə çox qidalanmalıyıq. Görüşəndə bunun haqqında daha çox danışarıq. Charlie-dən Jane-ə mesaj göndərilib. Burada A variantında deyir ki, Charlie tells Jane to research about the benefits of vitamins. Yəni deyir ki, Charlie Jane-ə deyir ki, vitaminlərin faydaları haqqında araşdırsın. Belə bir şey yox idi, research deyil idi əslində. O deyir ki, sadəcə görüşək və daha çox danışaq. B variantında deyir ki, Charlie Jane-i məlumatlandırır nə haqqında? Müxtəlif mineralların faydaları haqqında. Bu da deyil, vitaminlərdən danışırdıq. C variantında deyir ki, Jane Charlie-ni nəsə, bu çox mənasız bir variantdır. Cooking class bir şey, bunun haqqında belə bir şey danışmamışıq. Həm də Jane göndərməmişdi mesajı, Charlie göndərmişdi. Ona görə C də getdi. D variantında deyir ki, Charlie istəyir ki, ya da təklif edir ki, onlar görüşəndə vitaminlərin vacibliyi, mahiyyəti haqqında müzakirə etsinlər. Bu bizim variantımızdır, doğru variantdır. Y variantında isə deyir ki, Jane təklif edir ki, vitamin C-nin tətbiqi haqqında, yəni necə yəni məncə burada deyir ki, vitamin C-ni qəbul etmələri haqqında təklif edir Jane. Amma Jane təklif etmir də burada, o da var. Ona görə Y variantı səhvdir. Bəli, start taking yəni qəbul etmək mənasında. Normalda götürmək deməli, amma burada belə. Afərin. 71 dım vəfa.
Səsin bağlı deyəsən. Ya da ümumiyyətlə mövcud deyil dərsdə. Yox, mövcuddur. Açar yəqin ki. Gözləyək. İnternet getdi, gəl. That's okay. 71'e siz baxmalıydı, sizi gözləyirdik. Mən də tərcüməyə geçeceğim. Deyir ki, Əziz Peter. Biraz məhkəmdən danışmağınız mümkündür. Tamam. Deyir ki, Əziz Peter. Bu deyib, bu yaxınlarda deyir Benjamin Franklin'in elektrik enerjisini kəşf etməsi ilə bağlı deyir bir məlumat oxumuşam maraqlı. Sonra deyir ki, bilirdinizmi ki, o ildırım zamanı deyir çərpələng bir də təcrübə açarlarla təcrübələr aparıb. Deyir ki, bu kəşfin müasir dünyamızı necə yəni bir formalaşdırdığını inanılmazdır. Bir şey deyir ki, bu barədə də nə vaxtsa qəhvə üzərində daha çox müzakirə edək. O da deyir, best Mary, deyir, yaxşı, Məryəm. İndi A variantında deyir ki, Peter deyir ki, Mary Peter'ə Benjamin Franklin'in elektrik enerjisini kəşf etməsi barədə danışırdı. Bəli, əslində onun barədə danışır elə. Amma Mary danışmırdı da, Peter Mary'yə danışırdı. Yo, elə düz A variantıdır. Yes, digərlərin ya səhvdir. Deməli, B-də deyir ki, Peter Məryəmə çərpələng və açar ixtirası barədə məlumat verirdi. Elə bu səhvdir, çünki Mary Peterə verirdi. C variantında deyir ki, Mary Peterə qəhvə üzərində elektrik enerjisinin kəşfi haqqında məqaləni oxumağı məsləhət görürdü. Bu da səhvdir. Sonra D-də deyir ki, Peter Mary'yə deyirdi ki, Benjamin Franklin onun təcrübələri haqqında məlumat verirdi. Bu da səhvdir. Y-də də deyir ki, Məryəm Peterə çərpələng və açarla təcrübə aparmağa dəvət edirdi. Dəvət eləmirdi, sadəcə məlumat verirdi onun barədə. Bu da səhvdir. Ona görə A variantı. Deməli. Əslində dəvət edir axı. Vəfa. Deyir ki, yəni biz bunu kofe içərək müzakirə eləməliyik. Müzakirə eləyəkdir. Buradakı məsələ conduct sənə təcrübə eləməkdir. Bəli. Təcrübə. Onlar sadəcə müzakirə eləyək deyirdi. Dayı təcrübəsini aparaq demirdi ona görə. Səhv. Əslində burada bizə deyir ki, çərpələng və açarla təcrübə aparmalıyıq. Yox, bizə burada prosta deyir ki, dəvət eləyəndə wait, burada mənim başda cümlə var. He conducted and did you know that he conducted? Eyni cümlə keçir axı. Buradakı he kimdir? Buradakı bəllidir ki, Mary dəvət eləmir. Mary deyir ki, kimsə təcrübə aparıbdı bu eksperimenti çərpələng və açarla təcrübə. Bu he kimdir? Benjamin Franklin o təcrübəni aparıbdı. Amma burada Mary demir ki, ay Peter, gəl biz bunu təcrübə eləyək. Yox, deyir ki, Benjamin Franklin bunu təcrübəsini aparıb, o deməkdir. Bu şəkildə. Good job. Ona görə bu belədir. İndi nə edirik? İndi reading həll edirik. Yenə deyirəm, hər dərs bunu təkrar edirəm. Nə bilim axı, elə uşaqlar yadından çıxır, söz deyirəm, yəni yadından çıxana görə bir dəfə təkrar edəcəm. Kim ki, əgər ki kim ki, əgər ki, birinci mətni oxuyub sonra suallara gedirsə, bu da okeydir. Yox, kim ki, əgər ki,
sualları oxuyub sonra mətnə gedirsə, bu da okeydir. Yəni sizə hansı rahatdırsa onu da eləyin və bizim bundan bir işimiz yoxdur. Bunları oxuyun falan, sonra 72-73-ü həll eləyin və mən də gəlirəm və səsimi bağlayım. Mən buradayam, dostlar. Kim ki izaha başlamaq istəsə başlaya bilərik. Amma hər kəs hazırdırsa, hər kəs əlini qaldırsın. Yox, hər kəs hazır deyilsə, hər kəs əlini qaldırmasın. Okey. Deməli belə. Kimlə başlayırıq? Fidanla başlayaq. Fidanla yox. İnci ilə başlayaq. İnci 72 please. Birinci informasiyanı modelin mənası. Burada şey olur, necə internet olur. İzah elə. Please. Məni həqiqətən convince elə, persuade elə ki, cavab həqiqətən odur. İnandır məni ki, cavab odur. Mən inanmadım şəxsən. Çünki izah eləmədim. Bilməm, bəlkə də düzdür, bəlkə də səhvdə heç bir fikrim yoxdur. İnformasiyanın modelin mənası necə elə bir şey deyir. O da media falan var, yəni internet olar da. Buranı bir dənə bax gör nə deməkdir. Moderni bilirsən ki, nə deməkdir? Sizdə model. Okay, informasiya nədir? Məlumat. Aha, means nədir? Məna.
Deyil. X qoy. Before nədir? Sonra ya Nə? əvvəl. Nə? Əvvəl. Əvvəl. Okay. İndi burada nə deməkdir? Müasir Anormal bir cümlə ortaya çıxsın. Qorxma, de. müasir informasiyadan əvvəl. Aysa. Sən indi bir söz deyim. Müasir informasiyadan əvvəl internet olur. Görsə mən ona görə inanmadım sağ. Olur. Ay sağ ol. İndi cümlənin davamına bax. İnandır. Elə də ki, mən ona həqiqətən canla başdan inanım sənə. Ki, həqiqətən odur. Çünki inanamıram. Heç kəs inanmır. Davamına bax. Aslan nədədir? Nədir? Başım bıraq. X. Bilmədiyimizi X-layırıq. Maraqlı deyil o bizə. Hansı ki aslan formadadır mediada. Asan forma. Asan sözü nə deməkdir? Necə deyilir? Heç yaxşı, mənasını bilməli deyilsən. Bu sözlərin keçdiyi cümləni tap. Kinda. Amma tərcümə eləmək istəmirəm. Nəsə maraqlı gəlməli tərcümə. Mənə indi maraqlıdır ki, bu sözlər mətnində birə-bir var və o hardadır və oradan cavab çıxır və niyə? Mətnin neçənci cümləsinə baxırsan, onu da mənə de. The source that people get their news and information from is mass media. Okay. Sonra? Bizə nəyi axtar? Sənin variantlarda olan sözlərini axtar ən çox. Yol tap. Elə bil ki, yolda itibsən. Yolda itibsənsə, gecəni qaranlıqda yatmayasın. Oradan nəsə çıxmağa istəyəcəksən. Və necəsə canını qutaracaqsan. İndi burada da elə bil ki, elə bir qaranlıq bir yerdəsən. Çünki variantımız yoxdur. Heç bir şey bizə aydın deyil. Nə tərsə tapmalısan. Bir şeylə at heç olmasa. Bir şeylə elə və onu mənə tap. Variantdakı sözlərin mətnin harasında keçir? Before there was the internet, television or the radio. There are different types of mass media. Newspaper, magazines, radio, television, internet. Baxıram. Newspapers, burada da newspapers, magazines, radio, television. Hadi bax, hamısı düzdür. Burada bizim fokuslaşmalı olduğumuz başqa bir şey var. Before there was the internet, television var. Ay sağ ol. İndi bu cümlədə özün də tapdın. İndi həmin bu cümlə bizə nə deyir və səncə bizim cavabımız nədir? Hansı variantda? Burada radyodan söhbət edir. Radiodan da söhbət gedir, televizordan da, internetdən də, qəzetdən də. Amma hansıdır cavab və niyə? Mən söhbət getmir. Variant olaraq. Yox. Sən söhbət geçməyən şeyi niyə götürəsən ki? Səndən söhbət gedən bir şey istəyəcək. Cümləni tərcümə elə. Before there was internet, television and the radio. Bu sözü, bu cümləni mənə tərcümə elə. There is, there are nə deməkdir? Vardır. Ay, sağ indi tərcümə elə. Əvvəllər internet, televizyon ya da radio qəzet vardır. No. Bu tamamilə ayrı bir cümlədir. Buranın başını bıraq. Before there was the internet. Bu nə deməkdir? Əvvəl var idi internet. Düzdür?
Əslində burada deyir ki, there was the internet before. İnternetdən əvvəl, televiziyadan əvvəl, radiodan əvvəl nə var idi? Newspaper, yəni ki, qəzet var idi. İndi bizim cavabımız burada newspaper'dır. Niyə? Çünki bizə burada deyir ki, before the modern means of information. Mean, bizə nə deməkdir means burada? Əslində düz desəm, fe'l forması da var. Amma bizə burada vasitə deməkdir. Vasitə. Means of. İkisi birlikdə gedir, tamam mı? Aha, deyir ki, müasir informasiya vasitələrindən əvvəl which was one of the earliest forms of mass media. Mass medianın erkən formaslarından birisi hansı idi? Which was the one of the. Burada deyir ki, radiodan əvvəl, internetin əvvəl, televiziyadan əvvəl newspaper var idi. Daha sonra bizim üçün burada nə deyir? Baxaq. Görək məqazin niyə çıxır? Baxaq. Aynən C'nin arasında qalmışıq və bizə düzgün cavab verək görək hansıdır. Əslində bizə bu cümlə deyir. Bir dənə qoy diqqətlə baxım görüm başqa bir yoxdursa, elə bunu izah edəcəm gözlə. Elə budur cavab. Elə bu işarələrimi deyimiz cümlədir. Deyir ki, televiziya, internet falan fistan o boyda hər şey olmamışdan əvvəl orada qəzet var idi. Yəni hər şeydən əvvəl qəzet var idi. Ona görə doğru cavabımız qəzetdir. Yəni içində mağazin də gedir. Mağazin adını çəkməyib o ki, amma yəni deyir ki, hər şeydən əvvəl qəzet var idi. Bu şəkildə. Ona görə C variantı gedir. Sözləri mənasını hökmən götür. Bir də ki, hər şeyin mənasını bilməli deyilsən. Bax, misal üçün, buranın mənasını, bax, burada before var. Mən ona görə qrammatikanı izah edən tərcümə edirəm. Çünki before, biz zamanları keçdik. Zamanları keçən deyirdim ki, before falan fistan, deyirəm ki, anam gəlməzdən əvvəl. İnkar yoxdur burada, okey, amma inkarlıq qatır. Məsələn, orada necədirsə, burada da elədir. Hətta atam gəlməzdən əvvəl, gəlməmişdən əvvəl mən yatırdım. Belə bir cümlə var orada. Zamanları izah eləmişdim. Orada tərcüməni ona görə eləyirəm. Burada çünki lazım olur, görürsünüz. Sonra 73 Fidan. 73-də deməli səhv olanı istəyir. A variantı bizdə elə səhv olan variant olacaq. Çünki A variantda deyir ki, qəzetlərdən əvvəl internet, televizor falan olub, amma burada bir yerində elə bunu deyirdi. Onsuz da bu normal bir şeydir. Onsuz mətndə də var idi. İndi o bir dənə tapım. Bircə dəqiqə. Bəli, onsuz bəlkə cümlənin əksinədir. Sonra B variantında deyir ki, doğru məlumat almaq və tamamlamaq üçün tamamlamaq indiki dünyada deyir ki, vacib bir şeydir. Bunu bizə elə ilk cümləsində deyir, demək olar. Mətnin ilk cümləsində deyir bizə. Sonra C variantında deyir, Azərbaycanlı insanlar müxtəlif çətinliklərlə üz-üzə qalıblar. Burada da əslində deyir, ikinci qəzetindən danışırdı. Deyirdi ki, elə burada 19-cu əsrdən sonra başlayır həmin cümlə. The Azerbaijani people deyir, əziyyət çəkiblər. Neçə illərlə əziyyət çəkiblər ki, öz milli qəzeti etmək mətbuata aiddir. Ona görə C variantı düzdür. D variantında deyir ki, deyir ki, bu press burada nə mənaya gəlir, onu tam dəqiq bilmədim, amma bilməsək də olar, çünki hər şey mətndə yazılıb. Bildim müəllim. D variantında deyir ki, bu print hələ də, yəni çox təsirli, bu medianın çox təsirli formlarından biri kimi olmaqda davam eləyir. Burada presslə başlayan cümlə var idi, orada elə deyirdi. Press'də harda başlayırdı bir dəqiqə? Deyir ki, the history of press began long ago. Çox uzun müddət əvvəl başlayıb.
Sadəcə burada təsirli olmasını danışmır. Həm şeydə var, ondan üst cümlədə var. Birinci işarələdiyiniz yerdən alt cümlə. The press still remains one of the most powerful kinds of mass media. Bəli, bu onda doğrudur yenə. Y variantında deyir ki, sometimes deyir bəzən pul daha az dəyərli ola bilər indiki dövrün məlumatlarından. Onda bizdə ilk cümlədə yox, ikinci cümlədə deyirdi ki, modern world is full of information of various kinds. Orada even bəli, puldan daha dəyərli ola bilər bəzən məlumatlar. Ona görə Y variantı səhvdir. Burada az, daha doğrusu düzdür. Yəni bizim variantımız olaraq səhvdir mənasında. Y variantında çıxaraq, ona görə A variantı qalır. Good job. Press, print, mətbuat. Məlumatın başını buraxaq. 75-i bizə izah eləsin. Və fa. Deməli deyir ki, newspaper and magazines on different topics deyir ki, müxtəlif mövzularda qəzet və jurnallar. İndi onu tapım bir dənə. Deyir, Complete the sentence-də. Tamam, davam elə. Deyir ki, cümləyə uyğun olaraq tamamlayın deyir orada. Orada deyir, one kind find daily, weekly and monthly olan newspaper. Bəli. Orada deyir ki, fashion, sport, children, politicals, economy and others. Deyir ki, yəni burada deyir sportlar, yəni politiklər falan, yəni bunlar deyir və digər şeylər. Ona görə tapsam burada bir olar da onda. Çünki birdə deyir ki, gündəlik, həftəlik və aylıq nəşr olunur. Ona görə birinci düzdür, bəli. Sonra baxsam, onda bir düzdürsə çıxa biləcəyim variant var. A-nı da, B-ni də, D-ni də çıxarım. Bir də 3-də də 3-ü elə çıxsam, çünki orada deyir ki, yalnız deyir illik nəşr olunur. Ona görə onu da çıxsam, çünki o elə biri təqsib eləyir də. Ona görə 3-ü də çıxsam cavab 1-4 qalır. Orada da deyir ki, insanlar tərəfindən əldə edilə bilər. Bu da düzdür. Ona görə Y variant. Düz. Bəli. Bəli, bir nə demək istirdim? Complete the sentence deyəndə əsasən bu cümləyə fokuslaşmaq olmaz deyirdim. Çünki əsasən 11-lərdə və məzunların testlərində 1, 2, 3, 4 bax burada verilmişlərə fokuslaşmaq lazımdır. Çünki əsasən bu cümləni bizə birbaşa cümlədə demir. Amma burada gördün ki, bizə dedi. Görsən newspapers and magazines on different topics bu şəkildə. Gördüm, tapdım, ona görə sözünü kəsmək istəmədim, davam etmədim. Görsən, yəni burada da belə ola bilər. Maraqlı. 76 true. İnci. The press is not as powerful as other types of mass media. Burada not deyir, amma mətndə əksinə deyir. Harda? The press remains of the most powerful kinds of mass media. Ona görə bu səhvdən turist öncə götürmürük. The first printed weekly newspaper was published at the end of the 17th century. Amma burada 19-cu əsrdən daha tezdir mətnə in the early olan yerdə. Ona görə bu da səhvdir məncə. O da 1, 2 səhvdir, 3, 4 düzdür. 3-4 niyə səhvdir? Və yaxud da ki, niyə düzdür? The first national newspaper was printed in the 19th century. Burada 19-cu şeydə deyir, mətndə də elə deyir. Yox, tərcümə elə, inanmadım. First national ilk yerli qəzet çap olunubdu 19-cu yüzillik.
Okay. Mətndə nə deyir? Mətndə early 19th century, the Azerbaijan people had to struggle for many years to create their own national press. Ee, Bayaqları bu cümlə Fidanın baxdığı cümlədir. Struggle sözünü Fidan necə tərcümə eləmişdi? Diqqətlə qulaq as həmişə. To struggle əziyyət çəkmək deməkdir. Azərbaycanlı insanlar əziyyət çəkdilər, zülm çəkdilər illərlə ki, öz own national press, yəni ki, öz milli mətbuatlarını yarasın. 19-cu əsrdə buna əziyyət çəkiblər axı. Amma sən üçüncüdə deyir ki, ilk milli qəzetini 19-cu əsrdə çap elətdirdi. Yəni bu cümlə deyil. Davam eləmək istəyirsən cümlənin ardına? Çünki bunun cavabı əslində başqa yerdədir. Bunda 3 səhv olur. 3 səhv olmur axı, sübut elə. Sübut eləməlisən, mətnə davam elə. Mətndə nə deyir? Əkinçidən başda davam elə, qaldığın yerdən davam elə. Əkinçi was the first national Azerbaijan language newspaper. Əkinçi Azərbaycanın ilk milli qəzetidir Azərbaycan dilində. It first was published by Hasan Bey Zardabi in Baku 1875. İlk dəfə Həsən bəy Zərdabi çap edibdi Bakıda 1875-ci ildə. O da 19-cu əsrlərdə. Ay, sağ ol. Deməli 3 düzdür. Okay. Bəs yaxşı, 4 nədir? Mass media always influences people by selling. Oradadır. Heç mən də bilməm oradadır. Ümumən 4 nə deməkdir? Dördün tərcüməsi necə olur? Mass media adətən insanlar tərəfindən. No. By people desəydi, by nədir? Söz önüdür. Sözün önündədir deyənə birlikdə tərcümə olur. By people, insanlar tərəfindən. Burada deyir ki, by serving. By burada ara kərəkdir. By serving xidmət edərək, influences, yəni ki, affect, insanlara təsir eləyir. Mass media həmişə insanlara təsir eləyir. Necə təsir eləyir? Xidmət eləyərək. It serves to inform people. İnsanları məlumatlandırmaq üçün xidmət eləyir. Nə? Mass media. Mass media kütləvi informasiya yaymaq mənasına gəlir. Yəni kütləvi informasiya vasitələri, mass media belə bir mənaya gəlir. Hə, indi burada da deyir ki, insanlara təsir eləyir, insanları məlumatlandırır. Yəni doğrudur. Bəs 2 niyə səhvdir? Çünki deyir ki, at the end of the 17th century. 17th century olması doğrudur. Amma at the end of deməsi səhvdir. Çünki 17-ci əsrin sonu səhvdir. 17-ci əsrin əvvəlidir. Burada da end yox. Yəni end səhvi sözü səhvdir. Bu şəkildə. Ona görə də burada nə oldu? 3 ilə 4 doğru variant oldu. Mən about-u mən işləmək istəyirəm. Deyir ki, Azərbaycan dilindəki yes. Başlayın sözünüzü kəsdim. Əziyyət çəkməyə sinonim kimi nə verə bilərəm? To struggle sözünə. Bəli. Okay. To struggle sözünə sən nümunə göstərmək istəsən, əziyyət çəkmək negativ sözlü mənadır. Ona görə nəsə mübarizə aparırsansa, ona qarşı gəlməyə çalışırsan. Ona görə sən orada to fight deyə bilərsən. Yəni nəyəsə mübarizə aparmaq, dalaşmaq, döyüşmək tipi. Bu şəkildə. Mən Yes.
Mən bir şey deyə bilərəm. Bəs suffer from verə bilərik? Suffer from, bəli, olar. Amma suffer from deyəndə, qoy bunu sənə çox gözəl bir sual verdim. To suffer from bilsən nə deməkdir? Nədənsə əziyyət çəkmək. Amma burada yerinə oturmur, bax Fidan. Deyir ki, əziyyət çəkiblər illərlə öz milli mətbuatını yaratmaq üçün. Amma nədən əziyyət çəkiblər onu vermir. Bəli. Məsələn desəydik ki, rejimlə əziyyət çəkiblər. İndi Rus rejimi var idi və sair və axır. Tipa elə versəydi, hə, amma belə yox, heç nə verməyib də. Amma belə hə düz deyirsən. Yəni struggle sözünü buna əvəz eləmək olar. O da baxır ki, orada fromdan sonra səbəb versin də. Keçən sual idi. Heç mənim ağlıma gəlmədi to suffer. Sırf cümlənin içinə fokuslaşmışdım. Belə. Mail about deyir ki, nə deyir? Deyir, yəni əsasən nə haqqdadır, onu deyir. Aha. Deyir ki, Azərbaycan dilində olan qəzet. Dostum, burada əkinçidən danışır, ancaq öyrən bunu silim hər yerini. Əkinçidən danışır, amma mətnimiz əkinçi haqqında deyil axı. Uy. Bir dəqiqə. Aha. Mətnimiz onun haqqında deyil. Mətnimiz ümumiyyətlə informasiyanı kütləvi informasiya vasitələri ilə yayılmasıdır. Deyir ki, informasiyanın resursu informasiyanın mənbəyi. İnformasiya hardan gəlir? Bu tam ötürmədi. İnformasiya. Bir davam eləyək. Aha. Sonra deyir ki, information of various kinds. Baxlar deyir means, yəni vasitələri. İnformasiya vasitələri. Burada deyir ki, informasiyanın müxtəlif növləri. Düzdür də? İnformasiya deməli. Müxtəlif növ informasiyalar. Yəni, burada söhbət gedir nədən gedir? Radiodan, internetdən, televizordan və s. və axır. Bunları söhbət gedir. Bu ötürür özündə. Relation adlanan newspaper. Bundan söhbət getdi. Getdi, amma mətn o haqda deyil. O haqda olsaydı, o zaman əkinçi haqqında da doğru olardı variantını götürərdik. Görürsünüz. Deyir ki, ilk dəfə print olmuş həftəlik newspaper. Yəni, həftəlik. O, ümumiyyətlə, burada danışır ki, yəni ki, həftəlik də ola bilər, o da ola bilər, bu da ola bilər. Və həftəlik olaraq deyirsə, relation olur. Əslində, Y ilə D variantları ikisi relation qəzetindən danışır. Ona görə də ikisi də birlikdə gedir. The source of information isə informasiyanın mənbəyidir. İnformasiyanın mənbəyi biraz axmaq bir məsələdir. Bu necə yəni? İnformasiya mənbəyi. İnformasiya hardan gəlir? Məncə orada müxtəlif növ informasiya mənbələrindən söhbət gedib də. Yəni tək bir informasiya mənbəsindən söhbət getmədiyi üçün C variantıdır məncə. B onda səhv olur da. B variantı məndən biraz axmaqdır, düz deyirsiniz. Bəli, ona görə C-ni işarələmişəm. Amma B-ni əsaslandırmaq istəyirəm. The sources deyirsiniz ki, müxtəlif növ. Elə mən də burada müxtəlif növ deyirəm. Məsələn, B variantında deyir ki, informasiya mənbəsi deyir da, mənbələri desəydi müxtəlif növ çıxardı. Yes. Ona mən fikir vermədim. Doğrudur, əla, super. Halbuki izah verəndə deyirəm ki, cəmə də fikir verin, amma bu dəfə mən fikir vermədim. Gördüyünüz kimi, super, əla, qəşəng. Möhtəşəm. Bu şəkildə. İndi isə nə edirik? Biz burada nəyə baxmalıyıq? Listeningə baxmalıyıq. Listeningi bəlkə növbəti dərsə saxlayaq. Məncə deyilmə. Yes, çatmayacaq. Əvvəl mən də bunu yaxşı şəkildə izah eləmək istəyirəm. Bu şəkildə. Buradakı səhvlərimizi not almalıyıq. Əgər ki, başa düşmədiyimiz suallar var idisə, nə etməliyik? Dərsdən çıxandan sonra PDF-in tərtəmiz formasını atmışam. O səhv çıxmış, məsələn, deyək ki,
74 mən işlədim də indi. Kimdənsə 74 səhv çıxmışdısa, gəlsin təkcə işləsin, öz-özünə görsün, nə izah eləyə bilirmi? Dərsdən çıxandan sonra. Çünki izah yaddan çıxır adamın. İzah eləmək lazımdır, inandırmaq lazımdır. Ki, Mələkənin qabağına bu cavabı qoyanda deyək ki, yəni həqiqətində, yəni budur da cavab. Düz, bu şəkildə. Belə. Çıxa bilərsiniz uşaqlar. Sağ olun, özünüzə yaxşı baxın. Sabah görüşənədək. Məncə sabah. Olun mən. Bye bye.